Mədə keçmə əməliyyatı hansı çəkidən başlayaraq icra edilməlidir? Mədə keçmə əməliyyatının icrası üçün çəki deyil, bədən kütlə indeksi əsas götürülür. Yəni, insanın boyuna görə çəki norması var və həmin çəki normasını boy rəqəminin kvadrat ədədinə böldükdə siz bədən kütlə indeksini əldə edə bilərsiniz. Bədən kütlə indeksini əldə edib həmin rəqəmin 30-dan yuxarı olduğunu əmin olduqdan sonra siz mədə keçmə əməliyyatı icra oluna bilərsiniz. Bədən kütlə indeksi 30-dan 35 arasında olduqda bu birinci dərəcəli piylənmə, 35-40 arası ikinci dərəcəli piylənmə və 40-dan yuxarı üçüncü dərəcəli piylənmə sayılır. 40-dan yuxarı olduqda mədə keçmə əməliyyatı mütləqdir. Yəni bu zaman heç bir soru-sualsız siz mədə keçmə əməliyyatının namizədisiniz. 35-40 arası ikinci dərəcəli piylənmədə və 30-dan 35 arası birinci dərəcəli piylənmədə sizin mədə keçmə əməliyyatına göstəriş olmanız üçün həmçinin yanaşı xəstəlikləriniz olmalıdır. Məsələn, qaraciyər piylənməsi, yuxu apnoesi, yəni gecələr tənəffüsün dayanması, arterial təzyiqin yüksək olması, oynaqlarda ağrılar, ondan başqa şəkərli diabetə meyillik, qanda xolesterininin yüksəlməsi sizdə mədə keçmə əməliyyatına göstəriş sayılır. Yəni, bədən kütlə indeksi 30-dan yuxarı olan insanlarda yanaşı da başqa xəstəliklər varsa, siz mədə keçmə əməliyyatına namizədsiniz və sizdə bu əməliyyatı müvəffəqiyyətlə icra etməklə piylənmə xəstəliyi və yanaşı xəstəliklərdən azad ola bilərsiniz. Sağ olun, sağlıqla qalın.